Yusif Vəzir Çəmənzəminli. 2 çocuk. Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq çocuk bürümüşdü. İçəridə toy idi. Zurnaların səsi ahılı, cahılı nəşələndirərək süzdürürdü. Hər kəs bu xeyir işə bacardıqca bəzək-düzəkli gəlmişdi. İri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocukları da rəngarəng idi. Sarı, qırmızı, yaşıl, göz qamaşdırırdı. Şal gödəkcəli qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq orada burada səkir, sümüyünə düşən havalara biraz süzür, sonra birdən sanki utanaraq qaçıb çocukların arasında gizlənirdi. Qasım, ay Qasım deyə adı dillərdə idi. Çocuklar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən kərəmini əsirgəmirdi. Birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi. Musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi. Mağarın ətrafını dolaşır, keçələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq "Ay şabaş" deyə kənardakı uşaqlara doğru coşurdu. Əlvan geyimli çocuq dəstəsindən kənarda solğun paltarlı, dizi yamaqlı, cırıq-çarıqlı bir uşaq durub, bu gülərüzlü məsud məxluqa həsrətlə tamaşa edirdi. Onun sarı bənizi, sönük və qəmli gözləri Qasımın nəzərini özünə cəlb etdi. Atəşli baxışı ilə onu süzdü, lakin məmnun qalmadı. Haman nəşəsi söndü. Kiçicik qəlbi sıxılmağa başladı. Qasım geri çəkildi. Düşüncəli bir halda mağarın o biri tayına keçdi. Çocuklar yenə yüyürüşüb, "Qasım, ay Qasım" deyə onunla əylənmək və oynamaq istəyirdilər. Lakin Qasım onlara diqqət verməyib, sükut içində dolaşır, nə isə düşünürdü. Anlaşılmaz bir dərd onu sıxır və bütün bu toy sevinclərini zəhərləyirdi. Biraz mağardan uzaqlaşaraq dərdini unutmaq istədi. Müvəffəq ola bilmədi. Gördüyü çocuğun solğun üzü, qəmli gözləri ona rahatlıq vermədi. Anlaşılmaz bir acı balaca varlığının hər bir güşəsinə səpilib kefini pozdu. Qasım geri qayıtdı. Rəngarəng geyimlər və qayğısız çocuq gülüşləri arasından keçib mağarın qapısına yanaşdı. Solğun bənizli çocuq əvvəlki yerində durmuşdu. Əvvəlki vəziyyətini heç dəyişməmişdi. Yenə qəmli baxışı ətrafındakı əylənən və gülənlərə oxlar yağdırırdı. Qasımın ürəyi büsbütün xarab oldu, gözləri yaşardı. Anası ona nə üçün təzə paltar tikməyib deyə düşündü. Bəlkə anası yoxdur. Anası hardadır, ölmüşmü? Qasım sualına cavab tapa bilmədi. Yaşlar arasında çocuğu bir də süzdü. Qəmli gözləri onun qəlbini təkrar odladı. Kirpiklərindən süzülən yaşlar onu bir an ayıldan kimi oldu. Yoldaşlarından utanaraq yenə çəkilib getdi. Rast gələn ilk çəpəri basıb bağa girdi. Ağacların meyvəli budaqları qanat gərib durmuşdu. Ot və çiçəklə bəzənmiş xiyabanlar sanki yeni paltar geyib toya hazırlanmışdı. Kölgəliklərdə oynaşan sarı günəş ləkələri könül açırdı. Bu mənzərə Qasımı fikrindən ayıra bilmədi. Hər yerdə solğun bənizli, qəmli baxışlı çocuğu gördü. Qasım heç bir şey düşünməyərək geri döndü. Çəpərin dibindən axan arxın həzin gülgüləsi onu dayandırdı. Biraz tamaşa etdi, ürəyi açılmırdı. Arxı keçib sönük addımlarla mağara doğru getdi. Çocuq eyni hal və vəziyyətdə idi. Qasımın ürəyi təkrar yaralandı. Onun balaca vücudu artıq əzaba tab gətirə bilmirdi. Birdən cürətləndi. Qəti addımlarla çocuğa yanaşdı. Çocuq onun gəlməsinə məna verməyər kimi vəziyyətini dəyişmədi. Gözləri yenə qəm saçırdı. Qasımın gözləri yaşla dolaraq qaba bir tərzdə onun qolundan dartdı. Çocuq vəhşi bir heyvancıq kimi dişlərini qıcayıb Qasıma bir yumruq ilişdirdi. Bununla ürəyi soyumadı. Onun qıllı təzə papağını yerə vurub saçlarından yapışdı. Çocuğun amansız zərbələri altında Qasımın dərdi dağılır, onun saatlardan bəri qəlbini bürüyən əzab dumanı yayılırdı. Qasım çocuğa əlini qaldırmadı. Mükəmməl döyüldükdən sonra papağını yerdən qaldırıb başına qoydu.
və məmnun bir halda ondan uzaqlaşdı. Yarım saat sonra yoldaşları yenə "Qasım, ay Qasım" deyə onu çağırır, o da əvvəlki şənliyinə davam edirdi.